Avazlıq kitab əbditali. Önümdar kişilərinin 7 adəti. Avtori Stephen Covey. Kiriş söz. Özgürüşcan dünya, özgərməz prinsip. Önümdar kişilərinin 7 adəti yazılğandan beri dünya çık özgərdi. Turmuş ritmi ilgirkidən texmi tez və keskinləşdi. Turmuşның kişilərə qoyğan tələbi texmi yuqurladı. İnsaniyet sanaat dəvirdən uçur, bilim egiliki dəvirge qadam qoyub, nurgun ictimai özgürüşlərini başdan keçirdi. Əlbəttə, bu özgürüşlər kenglik və çoğunluq cəhətdə başqa dəvirlərdikidən roşan fərqi ega bo'ldi. Nəticədə kişilər bunundan 10 yil, 20 yil, 50 yil, hətta 100 yil ötkəndən keyinmi önümdar kişilərinin 7 adəti yana əsqitarmı deb so'raydiganlar chixlab ketdi. Mening javobim shuki, o'zgarish va raqobat qanchalik uzul-kesil va keskin bo'lgan sari bu 7 odatning muhimligi shuncha gavdalandi. Chunki turmushimizdagi turli tuman masala va bosh og'riqlari umumyuzlik mavjud va borgan sari keskinlashmoqda. 7 odat tavsiya qilgan chora-tadbirlar umumiy, mangulik va shubhasiz prinsiplar ustiga qurilgan bo'lib, bu qoidalar insoniyat tarixidagi har bir jamiyatning amaliy siniqidan o'tib tovlangan. Men bu qoida prinsiplarni qezib, ratlab huzuringizga sundim xolos.